Bismillah. Əqrəb sabah çox xəbər alacaq. Bəli, Əqrəb üçün sabah enerjilər çox güclü və biraz da sarsıdıcıdır. Səni gözləyən şok xəbər daha çox bu sahələrdən birində ola bilər. Keçmişlə bağlı məsələ, uzun müddət gizli qalan bir həqiqət üzə çıxa bilər. Münasibətlər, kiminsə qəfil etirafı və ya davranışı səni təəccübləndirə bilər. Pul və iş, gözləmədiyin bir təklif və ya ani dəyişiklik. Amma vacib məqam budur. Bu xəbər ilk anda səni çaşdıra bilər, amma sonradan sənin xeyrinə işləyəcək. Yəni bu pis şok yox, daha çox oyadan və istiqamət dəyişən xəbərdir. Məsləhət: sabah emosiyalarla yox, soyuqqanlı qərar ver. Əqrəblər belə situasiyalarda güclü olur. Sən də bu vəziyyəti öz xeyrinə çevirə bilərsən.